Gözlerim yollarda, ömrüm qatarlarda. Ne yad ne bir doğma, ne imdad ne de qorxmam. Keçsə də çox zaman, vicdan deyir aman. Bu dərdlə yaşama, əlbət qayıdış qisas almaq. Məqsəd həyatım bir zindan, həyatım zindan, zindanda həyat. Gözlərimdə duman, gəldim döndüm qayıdış. Yuxularım qapqara, qürbət gecələr, zülmət gecələr. Ürəyimdə yara, sənsiz gecələr, səssiz gecələr. Salam xanım. Salam. Xanım, qızın vəziyyəti necədir? Vəziyyət hələ ki yaxşı deyil. Özünə gəlsin, xəbər eləyərik. Oldu, sağ ol. Hə, Qumru. Harda qaldın, qaqaş? Səni gözləyirəm axı. Quzum, sən məni gözləmə. Biraz işim çıxdı, yaxşı? Olmadı sən ki. Bu saatda iş olar. Bir nəfəri xəstəxanaya gətirmişəm. Özünə gəlsin, gəlirəm. Kim? Hansı xəstəxanadasan? Nə olub ki, hə? İndi gəlirəm indi. Yox, Qumru, gəlmə, gəlirəm özüm birazdan. Yox, ata da nigarandı. Gəlirik, sən yerini de. Yaxşı, ünvanı yazıram sizə. Bu qız harda qaldı ye? Qoy bir zəng eləyim. Cavab vermir. Mübariz kimə nə olub? Bir qız idi, özünü dənizə atmaq istəyirdi. Qolundan tutdum. Deyəsən, qorxdu, ürəyə getdi. Allah kömək olsun. Həkimlər nə deyir? Həkimlər bir söz deyə bilmirlər. Qız hələ ayılmayıb, gözləyirlər, ayılsın, səbəbini sonra deyəcəklər. Çətin məsələdir. Həyatından nə qədər bezəsən ki, canına qəsd eləyəsən. Qumru ilə dedi, elə bildim kimsə yaxınındır. Ata, nə fərqi var, yaxınımdır, yoxsa uzağımdır? İnsandır da. Yox, mən o mənada demədim. Mən bilirəm sən nə mənada dedin. Yəni, tanımadığın adam üçün niyə bu qədər nigaransan? Gərək icazə verməzdim. İndi mən nə edeyim? Qoy bir də sən gəleyim. Cavab vermir. İndi mən nə edeyim hə?
Bu kız harda kaldı diye. Abi görüm. Sen kaydırsan erinle. Biz de seninle gizli gizli görüşürüz. Sen de yanında hiç yeri değil. Bu ne kobulluğunu elirsən? Hoşuma gelmiyor. Dur, çık bayrağa. Sema, dur gedək. Hayır sana gelsin. Təzə gəlmiş oturaq da burada biraz söhbətsə. Şükrə salam. Salam. Şükrə. Mən heç nə edə bilmədim. Bağışla məni. Narahat olma. Sən əlindən gələni elədin. İncimisən məndən. Yox. Niyə belə elədin Şükriyə? Nə oldu? Niyə belə elədin sən? Mən əslində sənə çox kömək eləmək istədim. Amma əlimdən bir şey gəlmədi. Səndən xəbər tuta bilmədim. Elə buna görə də özümü bağışlamıram. Olmadı, danış da, danış. Denə, niyə belə elədin ki sən? Qumru, danışmaq istəmirəm. Tək qalmaq istəyirəm. Yaxşı. Ne olup kızım? Ata. Şükriye'de. Ne şükür ya. Şükriye kimdi? Bizde kalmağına icazə vermediğin Şükriye.
Gözünüz aydın olsun. Xəstə artıq ayılıb özünə gəlib. Şükür. Doktor, bəs səbəb nə idi? Əsəb, stres, son zamanlar yəqin çox gərgin olub. Həm də gecə desin sizdən qorxub. Bir də zəhmət olmasa xəstənin adını bir də soyadını deyərdiniz, qeydiyyat üçün lazım idi. Gecə gələndə çox təlaşlıydıq, yaza bilmədik. Şükriyə də qızın adı. Əzizova Şükriyə, Fikrət qızı. Əla, bir də zəhmət olmasa yaxınlaşın qeydiyyat şöbəsinə, qeyd eləsinlər, ad soyadı. Necə deyərlər, keçmiş olsun. Sağ ol. Sən o qızı hardan tanıyırsan? Şükriyə mənim qrup yoldaşım olub mübariz. Həm də ən yaxın rəfiqəmdir. Bəs niyə elə eləyib? Yaxşı, gedək dincəlsin. Ha. Sən get, mən qeydiyyatdayım, gəlirəm. Gözləyirəm. Hardasan? Ürəyim üzüldü ki. Xala, narahat olma. Yaxşıyam. Xəstəxanadayam. Orada nə edirsən? Nə olub sənə? Sən haqlı çıxdın. Güvənmək olmazmış. Ay Allah. Dilim quruyaydı. Qızım, yerdə de hardasan gəlim götürüm səni. Oğlum, dünənki söhbəti sən səhv başa düşdün. Mən istəmirəm belə xırda mövzular bizim aramızda incilik yaratsın. Ata, xırda məsələ deyil. Amma mən də uşaq deyiləm. Səndən incimədə haqqım yoxdur, narahat olma. Nə olub, nəsə olub ki dünən? Sən də hər şeyi bil ha, bir şeyi boş buraxma. Biz ata-bala mübahisə eləyə bilmərik. Maraqlı gəldi də, neynimi? Oğlum, bəs o biri məsələ barəsində nə deyirsən? Hansı söhbət? Şeydir... Rəşadın bacısını deyirəm. Ata, gəl belə eləyək. Biz bir də bu haqda söhbət edək. Sən məni incit, nə də mən sən, yaxşı? Yox, sən mən axıra kimi dinlə. Ta. Atamsan, böyüyümsən. Məni boya başa çatdırmısan. Amma bəzi şeylər var ki, olmur. Vallahi, billahi olmur. Bu tərbiyəni mənə sən vermisən. Ürəyimin əksinə gedə bilmirəm. Dünya dağılsa da olmur da neyniyim. Gedim xəstəxanaya, bir də nəsə lazım olur. Gedirsən ay qız? Yaxşı, görüşərik. İclas nə vaxtı? Vaxtını mənə dəqiq de. Çoxdan oralara gəlmirəm. Saat 1-də görüşərik inşallah. Allah amanında. Tərs da.
Eynən mənim cavanlığımdır. Yorulub öldüm hələ. Elə bil iğnə olum, düşüb yerə. Tappaq olmur ki, olmur. Yaxşı şükürüyə. Əlimə keçəsən ha. Sənin başına bir oyun gətirim. Sən də baxasan. Yatıblar, ölüblər. Elə bilirlər tək mən qalacam, evsiz eşiksiz. Şükürüyə tapılmasa, ev alacaq əlimizdən. Nə olub yenə səhər tezdən? Hardan gəlirsən? Belə canı azardan gəlirəm. Gör, sən bilmirsən mən hardan gəlirəm. Başa düşmürsünüz. Bu qız tapılmasa, ev gedir əldən. Onda deyərəm sizə. Öz aramızı bircə nəfər demədi ki, bu kişi səhərəcən harda qaldı. Bu vurulmuşla danış da, vəziyyəti başa sal. Neyniyə yaxı biz? Mən ağıl öyrədimə, cəhənnəm ol çay gətir. Sabahınız xeyir, doktor. Salam, hər vaxtınız Necəsiz? xeyir. Xanımı görmək istəyirdin, necədir? Xanım yaxşıdır, sadəcə olaraq psixoloji müalicəyə ehtiyacı var. Ha, anladım. Palatadını dəyişib deyəsən, görmədim. Yox, xanım hələ indilərdə çıxdı, heç 5 dəqiqə olmaz. Ha, oldu. Nəsə qulluq borcumuz var? Qulluq sahibi olasınız, hər şey ödənilib, narahat olun. Tələsin, getsəz xanıma çatar, Səiddə deyərik. Təşəkkür edirəm, sağ ol. Hər şeyə görə çox sağ ol. Heç bilmirəm borcuna necə çıxacam. Amma söz, işə girim hamısını ödəyəcəm. Bu nə sözdür qızım? Bir də belə danışma. Sən də mənim balamsan. Elə salamat ol, yanımda ol. Bu mənə xoşdur. Allah balamın qabağına çıxartsın. Amin. Sağ ol deyəcəyim. Daha bir adam var. Sən də cəhənnəm ol da. Bu Fuad qoymayacaq da rahat oturmağa. Baba, sən necə hind aktyorlarına oxşayırsan? Elə yaraşıqlısan. Yeganə adamsan ki, qanım qara olanda gölümü ala bilirsən. Amma səni dediyi kimi də döyü. Biləm nəsə işin düşüb. De görüm nə olub, nə istəyirsən? Papa, nə biraz pul verə bilərsən? Ne? Pul. Pul var. Bir damcı da. Yaxşı de görüm nə edirsən. Təzə telefon istəyirəm alım özümə. Prosta pulum çatmır. Ürəyimlə basara bilmirəm də. Yeganə adamsan ki, mən oxşamsan. Havel.
Telefon niyə qaldırmırsan? Zəng eləmişdin? Hə? Nə bax, səs sizə düşüb. Olur, olur, hərdən səs-sizə düşürəm. Mənə dolanırsan, hə? Evini oturmuşsan. Niyə qız axtarmırsan, hə? Başa düşürsən ki, qızı sən tapmalısan. Mən tapsam biraz axırı yaxşı olmaya bilər. Başa düşürsən? Əsla, bu nədir? 200. Gəl. Sonra 220-ni pozdum haqq hesabdan. Sağ ol. Sağ olun xanım. Nə hırtırlıysan am? Bəlkə sənin gözün qabağında döyüb öldürəcəkdi mənə. Elə durub baxacaqdın. Yerdiyim çörək burnundan gəlsin. Alo, Salam xəbər xala. Danışa bilirsən? can balam. Necəsən? Hardasan qızım? Şükür yaxşıyam. Səndən yaxşı olmasın. Bir xalanın yanında qalıram. Çox yaxşı adamdır. Neçə vaxt sənə görə nigaranam. İçimi yeyir. Deyirəm, görəsən bu qız niyə zəng eləmədi mənə? Siz nə edirsiniz? Natiq necədir? Yaxşıdır, Natiq də yaxşıdır. Biz yaxşıyıq, bizdən nigaran qalma. Özün necəsən? Əsas özündən müğayət ol. İndi bizdə aləm dəyib bir-birinə. Sən axtarırlar. Amanın günüdür qızım, bu tərəflərə gəlmə. Nə lazım olsa mənə deyərsən, özüm çatdıraram sənə. Yaxşı? Yaxşı xala. Sən tək olanda mənə zəng eləyərsən, danışarıq, yaxşı? Yaxşı qızım. Bax, özündən müğayət ol, ha. Yaxşı, sağ ol. Sağ ol. Sağ ol, sağ ol. Şükür sana, ay Allah. Görəsən mən də içsəm, belənçinə mənim üçün narahat olacaqsan? Yaxşıdır. Gic-gic danışma. Niyə etməlisən ki? Nə bilim. Fikirləşirəm, papa bilsə ki, sən Şükrə ilə danışırsan. Nə olar? Ayten, ağlından da keçməsin. Niyə? Hansısa yetimçiyə görə niyə mənim atam küçə-küçə gəzməlidir? Ayten, çənəni saxla. Çənət də hər an hər şeyi danışa bilərəm. Neynəmək istəyirsən ki? Bilmirəm, fikirləşirəm papaya deyim sən Şükrə ilə danışırsan, yoxsa deməyim, bilmirəm. Ayten, bəsdir. Sus, qıfılla. Susmaq üçün mənə nə düşür? Hı? Mama? Nə deyir bu? Hı? Sən kimi qorxudursan az? Sən kimə hədə gəlirsən? Hə? Sən bizim işimizə qarışma da, mənim anamla olan söhbətimdir. Aytən, sən deyəsən beynin quruyub ha, bilmirsən kimlə danışırsan. Necə qarışmaz? Hə? Eləmirsən ki, mən istədim. Yaxşı eləyirsən. Papa! Səsin çıxmasın, sus. Onda mən istədiyimi eləyəcəksən? Nə istəyirsən alacağım. Ay Allah. Allah xatirinə, amma səsin çıxmasın.
Mən hara düşmüşəm ay Allah. Mənim düşdüyüm ailəyə bax, mən harda yaşayıram, mən kimlərlə yaşayıram. Sən də sus. Bu xarabada mənə dizli rahatlıq verəsiniz ya, yox. Nömrəsini də almadım ya. Kumru bilər. Hə, Kamran. Biz nasıl başlayıb, gəl də. Yaxşı, gəlirəm biraz. Sabahınız xeyir. Sabahın xeyir. O nə də elə düşdü? Bu məni xilas edən oğlanın visit kartıdır. Doğrudan. Bəs deyirdin səndə nömrəsi yoxdur. Salam xanım. Bunu zəhmət olmasa ikinci palatada yatan xəstəyə verərsiniz. Baş üstə. Təşəkkür edirəm, sağ olun. Mənim də indi yadıma düşdü. Lap yaxşı. Onda ona zəng elə gəlsin. Mən onu görmək istəyirəm. Xala... Nə xala? Zəng elə. Mənim ona bir sağ ol borcum var. O olmasaydı indi burada otururdum, fikirdən də ölürdüm. Hə, kafenin adresini də ona ver. Qoy ora gəlsin. Yaxşı. Yarım saat gözləyir, gec gələ. Gəlir, qarşılayıram. Çox yuvanmışam. Yarım saatdan çox. Ayıb oldu. Hər kəsdən üzr istəyirəm. Üzr istəyirəm. Alo, Salam, Mübarizdir. buyurun. Şükriyədir. Həyatını xilas elədiyiniz qız. Ha, lap yaxşı. Gəlmişdim, yox idiniz orada. Hə, xalam evə apardı. İndi necəsiz? Yaxşıyam, çox sağ olun. Xalam sizi görmək istəyir. Əgər vaxtınız varsa, gələ bilərsiniz. Olar. Yaxşı, ondan adres atıram. Kamran, siz mənsiz davam eləyin də, onsuz da hər şeyi bilirsən. Gözlə. Hara girsən? Davam elədən mənsiz. Akif müəllimi bilsə əsəbləşəcək. Əsəbləşməz. Bu da məzələnir mənə. Nə oldu, biz kasıbçılığı idi. Atama çatanda pul olmur da. Az danış. Qəpi yığmışam onu. Qara günümüz üçün. Mən başa düşməm, bu nə sir-sifətdir, nə də qızıva telefon qoymursan? Atan görsə nə deyəcəksən? Sən narahat olma, mən bir şey fikirləşəcəm. Bax qızım, danışdığımız kimi nə olursa olsun, Şükriyə ilə mənim telefon danışığımı demirsən ataya. Yaxşı? Yaxşı qızım? Yaxşı. Söz ver mənə. Söz ver. Yaxşı da. Onsuz da o yazıq qız əziyyət çəkir. Sən onda heç nə demə. Yaxşı? Yaxşı da, yaxşı. Kimdən? Yaxşı, düşükləmə, cəmaat baxır, gəl.
Uşaqlar, salam aleykum. Tutaq gələk salam. Xanzaydan kafesi buradır. Alayır buradır. Sağ ol. Sən də sağ ol. Bu yağlı tikə kimdir belə? Səbirli ol öyrənər indi. Cavanlıqda mənim də saçlarım sənin kimi uzun idi. Elə sevirdim uzun saçları. Bir qulluq eləyirdim ki, darayırdım, hörürdüm. O vaxtlar dəb idi. Cürbəcür saç hörükləri eləyirdilər, çiçək vururdular. Hamısından eləyirdim. Salam. Salam. Keç əyləş. Xala mübarizdir. Bunu de də. Xoş gəlmisən ay oğlum, xoş gəlmisən. Gəl, gəl, keç əyləş. Maşallah, necə yaraşıqlı oğlandı. Gəl oğlum, xala qurban, gəl əyləş. Sən mənim balamın həyatını xilas eləmisən. Gəl oğlum, gəl əyləş. Qızım, biskə çay gətir. Tez. Xoş gəlmisiniz. Təşəkkür edirəm, amma xahiş edirəm mənlə sizli-bizli danışmayın. Onda özümü çox pis hiss edirəm. Yaxşı, danışmarıq. Gəl əyləş, gəl. Tez ol, tez ol, tez ol. Çay gətir. Hardasan Habil? Valla Fuad zat axtarıram. Mənə düzünü de. Düzünü bilmək istəyirsənsə. Elə bu dəqiqə qapını açıb içəri girmişəm belə. Sənin evdə nə itin azıb? Bütün məhlə məndən danışır. Hani biabır eləmişsən bütün məhlədə. Fuad. Allah haqqı əlimdən gələn eləyirəm. Cəhənnəm ol, çıx bayra qız axtar. Mən də çıxacam axtarmağa. Bilmirəm. Sabaha qədər qızı tap. Hər dəfə deyirəm, yenə də deyirəm. Sən deyəsən məni ciddiyə almırsan ha, Habil? Allah eləməsin, alıram. Deyirəm, bir tikə çörək yeyib çıxıram. Olar? Zəhər ye Habil, zəhər ye! Nə zibilə kesmişəm. Fuad idi. Başqa kim olacaq? Əclaf gönümü qar eləyib. Babam, mənə elə gəlir ki, Natiqlə Şükrəyə danışırlar. Bilirsən xaraları yaxşı idi. Məncə yerini bilirik. Natiq. Natiq deyəndi yerini. Elə bil heç mənim belimdən əmələ gəlməyib. Düşmən kəsilib mənə. Sən narahat olma. Mənim bir dənə fikrim var. Allahın işinə bax. Sən olmasaydın indi... Qalan, narahat olma. Əsas odur ki, Şükriyən də sənin yanındadır. Belə eləmə. Düz deyirsən. Nə döyləsidir bu? Adam da belə xalanı qoyub özünə qəsd eləyər. Amma nə yaxşı ki gəldin. Mən də qəhrəmanımı tanıdım. Əstağfurullah, qəhrəman biraz çox oldu. Mən öz insanlıq vəzifəmi yerinə yetirmişim. Yox ay bala. İndi insan olmaq çox çətindir. Elə murdar adamlar var ki. Əslində zəng etməyiniz yaxşı oldu, mən də nigaran idim.
Bu Camal hanı Kamran? Getdilər. Necə getdilər? Hara getdilər? Bu gün iclas olmalıydı axı. Mübariz getdi. Necə getdi? Hara getdi? İşi çıxdı. Ay, nə iş? Üzr istəyirəm. Hə, ata. Hardasan? Biraz işim var. Ha, şirkətin işindən vacib sənin nə işin ola bilər? Kamranı tapşırmışım. Nə Kamran? Şirkətin yiyəsi Kamran deyilsən sən. Tez gəl bura, gözləyirəm səni. Mən niyə işinə yoxdur? Mən üzr istəyirəm. Mən getməliyim. Hara gedirsən? Sən elə Xanzadə xalanın pişirdiyi qutablardan, piraşkilərdən dadmamısan? Hara gedirsən? İnşallah başqa vaxt. Əsas odur ki, buranı tanıdım. Yaxşı, sən deyəməsən. Amma gözləyəcəyəm ha, mütləq gəl. Söz verirəm. Hər şey biri də sağ. Sağ olun. Sağ olun. Qəşəng oğlandı ya. Allah yazına qismət eləsin. Canım mənim. Sağ olun uşaqlar. Ay brat. Burada maşın saxlamaq bilirsən də pullandı. Hə? Yaxşı. $100 manat. Üstünüzə əyin baş alın, mənə zəng vurun. Su qaqaşdı. Yorulmuyorsan kardeş. Salam aleyküm. Salam, çox sağ ol. Burada qalansınız? Bəli. Ne? Baxardınız. Bu kızı tanımırsınız. Yox, yox qardaş, tanımıram. Çok sağ olun. Buyurun. Sağ olun. Sağ olun. Hə, ata, başla görək. Hardaydın? İşim vardı. Ax, sənin buradan vacib nə işin ola bilər? Dolamısan məni? Ata, sakitləş də, nə olar? Sakitləşə bilmirəm də. Özün bilirsən, nə qədər vacib görüş idi. Neçə vaxtı bu şirkətlə görüşmək istəyirdik. Onsuz da bunlardan mənim gözüm su içmirdi. Sahibləri Rəşadın dostuydu. Başa düşə bilmirəm. Sən necə belə sakit danışa bilirsən? Uzatmadan nə var? Oldu keçdi də. Yaxşı, indi də görüm hardaydın? Səndən söz soruşuram, hardaydın? O
Yunana getmişdin də. Qız kimdir? O qız da özünü dənizə atmaq istəyən qız. Necə? Deməli sən şirkətin işlərini bir kənara atıb hansısa qızla görüşə getmisən? Biraz narahat idim. Dedim görüm qız necədir, vəssalam. Dayı, mənim sənə sözüm yoxdur. Hadi. Ayten, neyinirsən yenə töküb töküşdürmüsən? Heç nə, Şükriyənin paltarlarıyla öz paltarlarımı ayırıram. Hamısını yandıracağım. Sənə maneçiliyi var? Ha. Gör nə qədərdirlər. Yer tutur nə qədər. Ana, neyinir bu? Gişdi də. Neyinirsən az? Heç nə. Şükriyənin paltarlarını yığıb bir dəfəlik yandırıram. Neyinirsən? Başın xarabdır. Necə yandırıram? Lazımdır ona görə. Dəli əlində qalmışam. Yer tutur ver mənə. Sənə nə var? Aparıb mən kimə lazımsa ehtiyacı olana verəcəm. Düşünə məşğul oldu. Estağfurullah. Məni dəli eləmədi axşam-axşam. Sənə deyirəm ki, ver mənə, aparacam kimə lazımsa ona da verəcəm. Sən neyvə lazımdır? Sən başqa işin gücün yoxdur. Lənət sənə kör şeytan. Uşaqlar bəstirin də. Qudurub bu. Nə olub yenə səsiz küyüz bütün aləmi götürüb? Heç nə papa. Şükriyənin paltarlarını yığıb yandırmaq istəyirəm. Bunlar da qoymur da. Ay bala, niyə yandırırsan? Başın xarabdır. Ehtiyacı olana verərəm də ondansa. Niyə yandırırsan ki? Sən ona fikir vermə, qoy nə istəyir eləsən. Papam. Gör Şükriyənin paltarlarının arasından nə tapdım. O hardan çıxdı? Paltarların arasından çıxıb da. Bu da sizin təriflədiyiniz Şükriyə. Yaxşı ver bura. Papa, bu mənim olsun da. Bilsən də qızların hamısının indi qəşəng telefonlar var. Mənim telefonum köhnədir. Yaxşı qoy qalsın sən. Çox sağ ol. Bu da belə. İndi nə edəcəksən? Heç nə. Şükrüyə zəng eləyəcəm. Apar paltarları verəcəm də. Bəlkə sabah aparasan. Birdən nəsə olar, görüb eləyərlər səni. Ana, narahat olma. Mən bilirəm nə edirəm. Yaxşı, amma sən Allah ehtiyatlı ol, yaxşı? Yaxşı, narahat olma. Papa, planımız baş tutdu ya, buna bax, gör nə gedir. Ağlandı sənə vallah. İndi bildim ki, sən mənim qızımsan. O nə söz deyirsən? Yaxşı da, mən getdim. O məni Şükriyənin yanına aparacaq. Amma yaraşıqlı oğlandı.
Görürsən subaydı. Kim, xala? Mübarizə deyirəm də. Məncə subaydı. Bilmirəm. İndi belə oğlanlar çox azdır. Çox. Xala. Sizdən bir şey sorursam olar? Soruş. Sizin heç kiminiz yoxdur? Sən yaşda bir qızın vardı. Vardı. O barədə danışmaq istəmirəm.